Səncə bu azadlıqdır, yoxsa tənhalıq? Nə? Ölkədən gedən insanlar, xaricdə kök salıb yaşayan insanlar, onlar azadlıq əldə eləmiş olur, yoxsa tənhalıq? Bilirsən, maddi sıxıntılardan, ailə təzyiqindən, fərqli bir neçə səbəbdən ölkəni tərk eləmək istəyən insanlara ingilis dili öyrədirəm mən. Onlar bəzən təhsil yolu ilə, bəzən iş yolu ilə gedirlər ölkədən. Elə ona görə də ingilis dili öyrənirlər. Özdə gedəndə o qədər sevinirlər ki, məni bir şey düşündürür. Səhərlər səni evdə oyadan yoxdursa, axşamlar yoxdursa yolunu gözləyən kimsə, nə əldə eləmiş olursan? Azadlıq yoxsa tənhalıq? İngilis dilində belə şiddətli hadisələri, şiddətli dəyişimləri ifadə eləmək üçün xüsusi bir ifadə var. Uprooting yourself, özünü kökündən çıxarmaq. Bilirsən niyə? Çünki sən sevdiklərini, dostlarını, ailəni geridə qoymuş olursan. İndi mənim maraqlıdır, görəsən bizim dildə belə ağrılı, köçü ifadə edən söz var. Nə deməliyik biz bu hadisəyə?